dili müəllimim üzündən illərcə ingilis dilinə necə nifrət elədim? Siz mənim məktəb xatirələrimi, daha doğrusu travmatik məktəb xatirələrimi sevərsiniz, ülkədə danışmazmı? Ülkədə travma bitmiyor çünki. İllərcə ingilis dilini nifrət eləməyimin, öyrənmək istəməməyimin əsas səbəbkarı mənim ingilis dili müəllimim idi məktəbdəki. Bir insan bu qədərmi pedaqogiyadan uzaq olar? Yəni sən necə müəllim olmusan da? İndi başa düşürəm ki, o müəllimin ingilis dili öyrətmə metodu heç düzgün deyilmiş. Yəni ingilis dili öyrənə bilməyən mən deyildim də, öyrədə bilməyən oydu deyə yorumlayıram. Xatırladığım xatirələrdən ən spesifiki 9-cu sinif idi, səhv xatırlamıramsa, müəllim mamamı yığıb demişdi ki, sizin qızınız ingilis dili öyrənən deyil, öyrənə bilmir və 9-da da ki, imtahanda yaza bilməyəcək. Ümumiyyətlə 9-un imtahanı məncə o qədər də önəmli bir imtahan deyil. Yəni məncə deyil, ümumiyyətlə önəmli bir imtahan deyil. Çünki sən universitetə qəbul olmursan, bir şey olmur. Əlbəttə ki, müəllimlər şagirdin vəziyyəti ilə bağlı valideyni məlumatlandırmalıdır. Amma bu məlumatlandırma şagirdi alçaldan və fəndən daha da soyudan bir formada deyil də, daha düzgün, daha pedaqojik formada həyata keçirməlidir. Necə ki, müəllimlər pedaqogiya keçirlər. Və bu hadisənin üstünə mən illərcə heç vaxt ingilis dili öyrənə bilməyəcəyimi, ingilis dilinin çox çətin bir dil olduğunu və nə edirəmsə edim, məndə bunun alınmayacağına inanmışdım. Buradan da müəllimə salam olsun. İllər keçdi, mən bu travmanı atlatdım, ingilis dilini öyrəndim. Siz də özünüzə inanın, hər şeyi bacara bilərsiniz. Hələlik.